Salam, coğrafiya 8-ci sinif, kiçik summativ qiymətləndirmə nömrə 3 üzrə nümunəvi suallara baxırıq. Birinci sualımız. Aşağıdakı şəhərlərin neçənli saat qovşağında yerləşdiyini tapın. Deməli, məntəqənin neçənli saat qovşağında yerləşdiyini tapmaq üçün məntəqənin coğrafi uzunluğunu biz 15-ə bölməliyik. Deməli, Vaşinqton şəhəri yerləşir 77 dərəcə qərb uzunluğunda. Yəni biz 77-ni bölməliyik 15-ə. 77 bölünsün 15 bizə bərabərdir alınır 5 qalıq 2. Deməli, məntəqənin coğrafi uzunluğunu 15-ə böldükdən sonra əgər bizdə qalıq 7,5-dən kiçik olarsa, olduğu kimi qalır. Əgər 7,5-dən böyük olarsa 1 əlavə eləməliyik. Burada qalıq 7,5-dən kiçikdir, deməli 5 olduğu kimi qalır. Amma bizə verilən məntəqənin uzunluğu qərb uzunluğu olduğu üçün biz aldığımız 5 cavabını 24-dən çıxmalıyıq. 24 çıxılsın 5 bərabərdir 19. Deməli, burada cavab Vaşinqton şəhəri yerləşir. 19-cu saat qovşağında yerləşir Vaşinqton şəhəri. İndi Tokiyo üçün hesablayaq. Tokiyo 140 dərəcə şəhər uzunluğunda yerləşir. 140 bölünsün 15. 140 bölünsün 15 bərabərdir 9. Qalıq 5. Qalıq yenə 7,5-dən kiçikdir, yəni olduğu kimi qalır. Və şərq uzunluğu olduğu üçün 24-dən çıxmağa da ehtiyac yoxdur. Deməli, Tokiyo şəhəri yerləşir 9-cu saat qovşağında. Canberra şəhəri Avstraliyanın paytaxtı üçün hesablayaq. 150 bölünsün yenə 15, bu da bərabərdir 15, bu da bərabərdir edir bizə 10. Şərq uzunluğu olduğu üçün qalıq olmadığı üçün də heç bir əvəz aparmaq ehtiyac yoxdur. Cavab da elə 10-cu saat qovşağı olur. Sonra ikinci sual. Bakı və Madrid şəhərləri arasındakı qovşaq vaxt fərqini müəyyən edin. Bakı şəhəri yerləşir 50 şərq uzunluğunda, Madrid 4 dərəcə qərb uzunluğunda yerləşir. Bunun üçün biz əvvəlcə məntəqənin yerləşir saat qovşaqlarını tapmalıyıq. Yəni yenə eyni şəkildə əvvəlcə Bakı üçün tapaq. Bunu silək, biz ehtiyac yoxdur. Deməli, Bakı yerləşir 50 şərq uzunluğunda, yəni 50 bölünsün 15. Bu da bizə bərabərdir edir 3. Qalıq 5 eləyir. Yəni qalıq 7,5-dən kiçik olduğu üçün deməli Bakı şəhəri yerləşir 3-cü saat qovşağında. 3-cü saat qovşağında yerləşir Bakı şəhəri. Madrid şəhəri isə 4 bölünsün 15. Deməli 4 bölünsün 15 eləməliydik biz bunun üçün də Madrid şəhəri üçün. 4 bölünsün 15. Bildiyimiz kimi 4 15-ə bölünəndə tam bölünmür 0 tam çıxır. 0 tam və qalıq da 4 olur. Deməli Madrid şəhərdə yerləşir 0-cı saat qovşağında yerləşir Madrid şəhərdə. Deməli Bakı 3-cü saat qovşağında yerləşir, Madrid şəhəri isə 0-cı saat qovşağında. Buradan da 3 çıxılsın 0 bərabərdir 3. Deməli Madrid şəhəri ilə Bakı şəhəri arasında 3 saat vaxt fərqinin olduğunu biz buradan müəyyənləşdirə bilərik. Sonra 3-cü suala baxaq. Şəhərlər günəş şüalarının maksimum düşmə bucağını hesablayın deyir bizə. Deməli, şəhərlər bizim üçün Oslo şəhəridir, Perth, Aşqabad, Lima və Bakı. Deməli, maksimum düşmə bucağını tapmaq üçün bizim düsturumuz var idi. O düsturla biz tapmalıyıq. Deməli, əvvəlcə biz düsturu yazaq. Düsturumuz necədir? Etiketimize salaq. D max, yəni maksimum düşmə bucağı bərabərdir 90 çıxılsın Y, yəni məntəqənin coğrafi enliyi üstə gəlsin 23,5. Deməli, birinci məntəqəmiz 60, yəni 90 çıxılsın 60, üstə gəl 23,5. Bu da 90 çıx 60 eləyir. 30 gəl 23,5, 53,5 dərəcə eləyir. Deməli, birinci Oslo şəhərinin maksimum düşmə bucağı 53,5-dir. Sonra deyək, hansı tarixdə maksimum, yəni 53,5 ilə bucaq altına düşəcək? Deməli, əgər məntəqəmiz şimal enliyindədirsə, bu 22 iyun olacaq, cənub yarımkürəsindədirsə 22 dekabr olacaq. Yəni, bütün şimal enliklərində maksimum düşmə bucağı 22 iyundadır, bizə burada verilənlərdə. Cənub enliklərinin hamısında isə 22 dekabrdır. Maksimum düşmə bucağı Oslo üçün 53,5 dərəcədir. Sonra o biri Perth şəhəri üçün hesablayaq. 90 çıxılsın 32, üstə gəl 23,5.
90 çıxılsın 32 bərabərdir eləyir bizə 58. 58 üstə gəlsin 23,5-də 81,5 dərəcə eləyir. Deməli, P şərhində 81,5-dir. Yəni, bu formada digər şərhlərdə hesablaya bilərsiniz. Yəni, 90 çıxılsın 60. Yəni, 90-dan çıxır məntəqənin coğrafi enliyini və üstünə gəlirik 23,5. Digər Aşxabad, Lima və Bakı şəhərlərində bu formada tapa bilərsiniz. Yəni, Bakı şəhərini hətta biz həmişə bizim yadımızda olmalıdır. Bakı şəhərində maksimal düşmə bucağı nə qədərdirsə, 90 çıxılsın 40, 50, 50 üstə gəlsin 23,5, 73,5-dir Bakı şəhəri üçün də. Yəni, bu formada hesablaya bilərsiniz. Dördüncü suala keçək, səhv ifadələri düzəldin. Deməli, birinci ifadə deyir bizə 23 sentyabr və 21 mart tarixlərində Günəş tropik xəttləri üzərində zenitdə olur fikri səhv fikirdir. 23 sentyabr və 21 mart tarixlərində Günəş tropik xətti üzərində yox, ekvator üzərində zenitdədir. Yəni, bu tropik xəttləri yerinə ekvator yazılmalı idi. Şimal tropiki ilə şimal qütb dairəsi arasında şimal qütb qurşağı yerləşir. Şimal tropiki ilə şimal qütb dairəsi arasında şimal qütb qurşağı yox, şimal mülayim qurşağı olmalı idi burada. Yəni, qütb yox, mülayim yazılmalı idi. Yəni, bunu dəyişdirmək lazımdır. Burada yer kürəsi öz oxu ətrafında 1 saata 24 dərəcə dönmür, 1 saata yer kürəsi öz oxu ətrafında 15 dərəcə dönür. Yəni, burada 24-ün yerinə 15 yazılmalıdır. 5-ci suala keçək. Tropik işıqlanma qurşağı yerləşir. Deməli, bizim 5 dənə işıqlanma qurşağımız var. 1 dənə tropik, 2 dənə mülayim və 2 dənə qütb. Tropik işıqlanma qurşağı tropik xəttlərinin arasında yerləşir. Yəni, B bəndində deyildiyi kimi, şimal və cənub tropik xəttləri arasında yerləşir. Tropik işıqlanma qurşağı. Yəni, B bəndi düzgün cavab olmalıdır. Burada səhv fəqət qütb idi. Burada da səhv tropik xəttləri yox, ekvator yazılmalı. Yəni, bu səhvləri düzgün düzəldib aşağıdan düzgün yazmaq lazımdır. 6. London şəhərində saat 12:00 göstərəndə Bakı şəhərində saat neçə olar? Deməli, London şəhərində saat 12:00 göstərəndə, deməli, London yerləşir 0-cı saat qurşağında yerləşir London, çünki tam olaraq Greenwich'in üzərində yerləşir. Biz bayaq Bakı üçün saat qurşağını tapmışdıq əvvəlki sualda. Biz Bakı üçün tapmışdıq ki, Bakı 3-cü saat qurşağında yerləşir. Deməli, Bakı 3-cü saat qurşağında, Londonda 0-cı saat qurşağında yerləşirsə, Bakı ilə London arasında 3 saat fərqi olmalıdır. London şəhərində 12:00-dırsa, Bakı ondan 3 saat irəlidir. Yəni, qurşaq vaxtı ilə 15:00 olmalıdır. Amma biz burada 15:00 yox, deməli, bizim üçün qurşaq vaxtı yox, yerli vaxt istənilir. Yerli vaxt tapmaq üçün isə Bakının coğrafi uzunluğu 50 dərəcədir. London üçün 0-dır. 50 çıxılsın 0, bu da bizə bərabərdir, eləyir 50. Biz bilirik ki, yer kürəsi öz oxu ətrafında 1 saata 15 dərəcə fırlanır, bayaq da qeyd etmişdik. 1 saata 15 dərəcə fırlanırsa, yer kürəsinin 1 dərəcənin fırlanması üçün də 4 dəqiqə vaxt lazımdır. Deməli, 50-ni biz vurmalıyıq burada 4-də. 50 vurulsun 4, bu bərabərdir eləyir 200 dəqiqə. 200 dəqiqə də bərabərdir 3 saat. 200 dəqiqə 3 saat 20 dəqiqəyə bərabərdir. Deməli, London şəhərində 12:00-dırsa, deməli, Bakıda ondan 3 saat 20 dəqiqə daha irəli olmalıdır. Yəni, 12:00 üstə gəlsin 3 20. Bu da bizə bərabərdir eləyir 15 20 eləyir. Deməli, düzgün cavab burada 15-20, yəni B bəndi olmalıdır. Yəni, burada bizə yerli vaxt soruşulur onda. Əgər qurşaq vaxtı soruşulsaydı 15:00 olacaqdı. Yerli vaxt soruşulduğu üçün 15-20 olmalıdır. Düzgün cavab. Sonra aşağıda sxemə əsasən məntəqənin yerləşir saat qurşaqlarını hesablayın deyilir bizə. Burada da eyni qaydadır. Məsələn, A məntəqəsi. A məntəqəsi yerləşir 100 dərəcə qərb uzunluğunda. 100-ü biz bölməliyik 15-ə. 100 bölünsün 15 bərabərdir. 100 bölünsün 15. 15 olmaydı, 10 yazmışam bura. 100 bölünsün 15. 6 və qalıq 10 alınır. Biz bayaq da qeyd etmişdik ki, qalıq əgər 2,5-dən böyük olarsa, biz 1 əlavə eləməliyik. 6 üstə gəlsin 1 olmalıdır. Bu da bizə bərabərdir eləyir 7. Və bizim məntəqəmiz qərb uzunluğunda yerləşdiyi üçün 24 çıxılsın 7. Bu
Bu da bizə bərabərdir eləməlidir 17-ci saat qurşağı. Deməli A məntəqəsi yerləşir 17-ci saat qurşağında. Saat qurşaqları da Rom rəqəmləri ilə qeyd olunur. Deməli A 17-ci saat qurşağında yerləşir. Sonra B-ni də eyni formada eləyirik. Yəni B yenə qərb uzunluğunda yerləşir. Buradan tapaq B-ni. 30 bölünsün 15. Bu da bizə bərabərdir eləyir 2. Qalıq yoxdur. Və qərb uzunluğu olduğu üçün yenə B məntəqəsi 24 çıxılsın 2. Bu da bizə bərabərdir 22 eləyir. Deməli B məntəqəsi də yerləşir 22-ci saat qurşağında. Sonra C 0-da yerləşir. Deməli 0-cı və yaxud da 24-cü saat qurşağında yerləşir. D məntəqəsi 3-ünü tapaq. D 45 bölünsün 15 3-cü saat qurşağında yerləşir. Şərq olduğu 3 olduğu kimi qalır. Y məntəqəsi də 68 bölünsün 15 4 qalıq 8 eləyir. Qalıq da 7,5-dən böyük olduğu üçün üstə gəl 1. Deməli Y yerləşir 5-ci saat qurşağında. Deməli bura saat qurşağını qeyd edək. C 0-cı saat qurşağı eləyir. D 45 bölünsün 15 3-cü saat qurşağı eləyir. Y isə 68 bölünsün 15 4 qalıq 8. Qalıq 7,5-dən böyük olduğu üçün 1 əlavə eləyirik. Deməli 5-ci saat qurşağında yerləşir. Sonra 8-ci sual. Y kürəsinin sxemdəki vəziyyətinə uyğun gələn əlamətlər. Deməli diqqətlə baxsaq biz sxemdəki vəziyyətə görürük ki, şimal kürəsi daha çox işıq alır. İşıq və istilik alır. Günəş şüaları şimal yörəngəsi daha çox düşür. Və günəş şüaları şimal yörəngəsi daha çox 22 iyun tarixində düşür. Deməli burada söhbət 22 iyun tarixindən gedir. İndi biz 22 iyun tarixinə aid olan xüsusiyyətləri müəyyənləşdirməliyik. Deməli cənub yarımkürəsində yay fəsli başlayır. 22 iyunda cənub yarımkürəsində yay yox, qış fəsli başlayır. Deməli bir səhv fikirdir. Şimal yarımkürəsi günəşə tərəf çevrilmişdir. Bəli, həqiqətən də şimal yarımkürəsi şimala tərəf çevrilmişdir. 2 doğru cavabdır. Şimal yarımkürəsində ən uzun gündüz və ən qısa gecədir. Bəli, şimal yarımkürəsi ən uzun gündüz, ən qısa gecə. Bu fikir də doğru fikirdir. Cənub yarımkürəsində ən uzun gündüz yox, ən uzun gecə olmalıdır. Şimal qütb dairəsindən şimalda qalan məntəqələrdə qütb gecələridir. Xeyr, əksinə şimalda qütb gündüzləridir. Günəş 23,5 şimal enliyi üzrə zenitdədir. Bəli, yay gündönümü günüdür. Zenitdə olmalıdır. Düzgün cavab 2, 3, 6 olmalıdır. Sualımızın düzgün cavabı. 9-cu suala baxaq. 22 dekabrda Bakı şəhərinə günəş şüalarının düşmə bucağını hesablayın. Deməli, bunu hesablamaq üçün biz düsturumuz var bunun üçün bizim üçün. Düsturumuz necədir? Ona yazaq əvvəlcə düsturumuzu yazaq. Yəni D, biz düşmə bucağını D ilə işarələyək. D bərabərdir 90 çıxılsın Y üstə gəl çıx zenit olmalıdır. Üstə gəl çıx zenit. Əgər 22 dekabrdan söhbət gedirsə və Bakı şəhəri şimalda yerləşirsə, burada çıx olmalıdır. Çıx zenit. Deməli, burada bizim üçün düşmə bucağı bərabərdir 90 çıxılsın Y. Enlik, yəni Bakının coğrafi enliyi 40 dərəcədir. 90 çıxılsın 40. 22 dekabrda bildiyimiz kimi günəş şüaları 23,5 cənub enliyi üzərində zenitdədir. Yəni çıxılsın 23,5 dərəcə olmalıdır. 90 çıxılsın 40. 50 çıxılsın 23,5-də. Bu bizim üçün eləyir 26,5. 26,5 dərəcə günəş bucağa düşəcək 22 dekabr tarixində günəş şüaları Bakı şəhərinə. Bu həmçinin Bakı şəhərinə şüalarının minimum düşmə bucağıdır. Yəni günəşin Bakıdan ən az bucağa düşdüyü gündür 22 dekabr tarixi. Və həmin gün Bakı şəhərində ən uzun gecə, ən qısa gündüz müşahidə edilir. 10-cu suala baxaq. Qütb gecə gündüzləri hansı enliklərdə müşahidə edilir? Deməli, qütb gecə gündüzləri qütb işıqlanma qurşağında yerləşir. Qütb işıqlanma qurşağı da bildiyimiz kimi 66,5 ilə 90 dərəcə arasında yerləşir. Yəni cənub 66,5-90 və şimal 66,5-90 arasında qütb gecə gündüzləri müşahidə oluna bilər.